Əziz və dəyərli izləyicilər, villa axtarışında olanlar, sizə Batandaş qəsəbəsində Botanika bağına 5-10 dəqiqəlik məsafədə gördüyünüz bu asfalt küçədə 3,5 sot üzərində 2 mərtəbəli yeni tikilmiş, yeni təmirdən çıxmış villanın satışını təqdim etmək istəyirəm. Maraqlıdır, ekrana yaxın əyləş. Bu gördüyünüz hissə yəqin ki hiss olunur. Həm qış mətbəxi, eyni zamanda manqalxana kimi istifadə olunur. Döşəməsi tamamilə isti döşəmədir. Həyətdə 4-5 maşın saxlamaq üçün kifayət qədər yer var. Evimiz gördüyünüz kimi 2 mərtəbəli, əzəmətli, çox gözəl bir keyfiyyətli materiallarla istifadə olunaraq tikilib. Deməli, birinci mərtəbədə həm terası var, həm mətbəxi var. Eyni zamanda geniş bir qonaq otağı və yataq otağı var. Eyni zamanda birinci mərtəbədə sanitar qovşaq yerləşir. Ev ümumilikdə 320 kvadrat metr sahəni əhatə edir. İndi isə mən istəyirəm sizi evin ikinci mərtəbəsindəki otaqlarla tanış edim. Qeyd edim ki, evdə döşəmə hansı hissədə mərmər görürsünüzsə, ora isti döşəmədir. Bura ikinci mərtəbədir. İkinci mərtəbədə geniş 1, 2, 3 yataq otağı. Ümumi sanitar qovşaq və bir əlavə ikinci mərtəbə üçün köməkçi belə bir mətbəx hazırlanıb. Və ümumi sanitar qovşaq arxa hissədə görürsünüz. Sağ və sol tərəfdə 2 yataq otağı, yataq otağının qarşısında eyvan, həyətə baxır və sonuncu böyük yataq otağı valideynlər üçün nəzərdə tutulmuş. Bu yataq otağının daxilində qeyd edim ki, geniş qardirobu və yataq otağına aid sanitar qovşağı var. Beləliklə, Batandaş qəsəbəsi 3-cü massiv deyilən ərazidə 3,5 sot torpaq üzərində tikilmiş 2 mərtəbəli 310 kvadrat metrlik 5 otaqlı super təmirli bu villanın satışını sizə təqdim etdim. Maraqlanan şəxslər aşağıda göstərilən nömrələrə zəng vura bilər.